Kürdəmirdən zəngimiz var, eşidək. Gözəlim Kürdəmirə salamlar. Alo. Doktor salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun, qardaş. Doktor, mənim böreklərimdə daş var. 4-6 millimetrində. Aha. Onu deyərdim, məsləhət verərdiniz. Onu necə təmizləmək olar? 6 millimetrdirsə, daşın tərkibini bilmirsinizsə, oksalat tərkiblidir, urat tərkiblidir, fosfat tərkiblidir, tərkibini bilmirsiniz. Yəni o tərkib mühüm rol oynayır, ona görə soruşuram. Bəli. Tərkibini bilmirsiniz, nə tərkiblidir? Daş, oksalat tərkiblidir, mən biləm. Oksalat ən çətin həll olan duzdur, ən çətin həll olan duzdur. O birlər daha rahatdır təmizləmək. Ancaq mənim məsləhətim odur ki, daimi olaraq, təbii ki, qanın laxtalama sistemini yoxladaraq, itburnu meyvəsinin dəmləməsini təbii yoxlayıb dəqiqləşdirəndən sonra, indi özü, yəqin ki, özü də bilir ki, dəqiq bilmir. Çünki bizim kimdir insanlarda yoxladan ki, mənim daşımın tərkibi nədir? Hər yerdə də onu yoxlamaq mümkün deyil. Ancaq siz mənim yanıma gəlsəniz, mənim sizdən bir xahişim var ki, iyun ayının 1-dən sonra gəlin. Yəni, iyun ayının 1-dən sonra daha rahat şəkildə sizə xidmət göstərə bilərəm.